мечети в Азербайджане высказался азербайджанский историк Заур Алиев. Историк привел как пример мечеть Шах-Султана Гусейна, относящуюся к периоду сефевидов и расположенную в азербайджанском селе Навханы, которая превратилась в свалку. На месте отсутствует даже табличка, свидетельствующая о государственной охране памятника. Единственное, что там установлено, надпись, сделанная местными жителями «Шах-Султан Гусейн». Внутри религиозного памятника свалка, куда выбрасывают даже трупы мертвых животных. Негодует Заур Алиев. Xudat şəhərin, Xaçmaz rayon Xudat şəhərin meçid göstərim sizə. Bir müsəlman ölkədə meçid bu gündə olanda daha danışmağa sözlər lazım deyil. Zibil, baxın, bir dənə zibilxana eləyiblər. Görürsünüz? Gedək baxaq, nə gündədir burada meç. Hamısı mənə deyir, çəkin de, çəkirəm. İn, burada bilirsən necə in var, zibilxanadır, belə pis in var burada. Bir Allahın evinə siz belə qulluq eləyəndə biz sizdən nə gözləyirik, siz bizim üçün nə inəcəksiniz? Baxın, niyə bağlanmışsınız? Burada təmir eləyin, gözəl azan səsi gəlsin, Xudata azan səsi gəlsin ki, narkomaniya, sonra içkili, hər şey az olsun. Baxın, nə gündədir. Gedək baxaq. Birazdan görərsiniz, buranı satıb, burada ili bir dənə market tikəcəklər, ili kiminsə evi olacaq. Bir dənə biabırçılıq deyil, Allah, biabırçılıq. Baxın, nə gündədir. Biz bu din şurası hara baxır ki, böyle bir yer, bu məsciddir də, niyə bu gündədir? Din şurası, siz hara baxırsınız ki, niyə siz icaza, imkan verirsiniz ki, belə şeylər eləsinlər? Sonra deyir ki, biz müsəlman ölkəyi, bir dənə şey görən kimi, müsəlman ölkədə belə şey olar. Baxın. Oradan kapı bağlayıblar göy ki. Buradan da açıqdır da hər şey. Nə günə salıblar ki, remont eləyin, gözəl olsun, cavanlar gəlsin. Burada gözəl sözlər desinlər, namaz olsun, azan səsi olsun. Niyə belə şeylər edirsiniz, ha? Yenə deyirəm, Xudat şəhər. Xaçmaz rayon Xudat şəhərin meçid. Это позор. Город Худат. Пришла я вот снять вам, показать, в каком состоянии у них находится мечеть. Мечеть в аварийном, даже не в аварийном, а в плачевном состоянии, в ужасном состоянии. Вот так. Рядом прям с мечетью мусор на этот. Контейнеры поставили, в другого места başka yere koyun da bunları. Burada обязательно zibilxana eləmək lazımdır.